Bugün bir oyuncusunun yayınına girdim ve bakın o necə oynuyor. İyice vuramadım, ben kaçtım, ay böyle. İndi ehtiyattan ulti at ora. Orada çıktı bu zibil. Ve yavaş heyvan kimi girişir ha. Oradan vurdu, buradan vurdu, lapatkayla vurdu, ne bileyim çevirdi elədi. Axırda deyəsən qulağımı da yaladı ama ne bileyim. Bu seferki yayıncı diğerlerinden farklı olarak dostlarına motivasiya verir. Bəs o motivasiya danışması necədir? Aha, göt. Neyse uduzduk ama uduzmağımız problem değil. Əsas odur ki, mədəniliyimizi qoruyarak Başını top götürmədi. ehtiyatlı oynamaq ananın mortis da. Ha bu oğraşa bax elə bil boş divarı kraska çəkir ha. Hətta belə iş var ha. Qabu elə bildim qaqam bibinin diyor, sen demə Jack'iniymiş. O telefonda oynayanda çəkərsən. Belə çəkmə, xeyr 45 FPS oynayım dəqiqə. Telefonda oynayanda çəkərsən deyəndə ki, sən hal-hazırda oyunu bunda mı oynayırsan? Qaqam, mən həmişə Zig istirdim, amma belə baxıram ki, bu Zig'in zibili çıxıb, məncə başım bıraq. Mənim çox mədəni və dəyərli dostum, bu oyunu necə keçdi? Bizə mədəni dildə izah edə bilərsən? Hə, belə götürmüşüm bir oynadı. Hə, görəm. Birbaşa qol lak diye girdi. Buna bak, burada adam, bu Zig'i nədir? Bu hara vursun? Bu, oy, bu ne da la? Bu, şeydi bu, Edgar'ın Razmeri. Killer istekata geldik gözüme niye yapman ömer yon kaka ekledi eydi kapıda sen de beni bilemedin amacını yine metesem benim yarrağımı oradan. Adam axırda deyəsən hile kodu kimi bir şey yazdı.